Mən sizə bir şey deyim. Bütün insanlar çox kasıb idi xanım. Mən 1900 bilirsən orta məktəbdə 1941-ci 45-ci ildə məktəbə getmişəm. 55-ci ən ağır dövr. Müharibə qurtardı. Müharibədən sonra insanlar nə gündə idi. Heç kəsin nə pulu vardı, nə parası vardı. Orada gəbal ağacı bitib öz-özünə. O gəbalya da vergi var idi. Armud ağacı, atam neçə dənə armud ağacını kəsdi. Allah. Çox çətin dövr idi o dövr. Yaşamaq üçün heç kəs bir manat borc verməzdi heç elə adam. Dəstə elası adam da yox idi. Elə adamlar, varlı adam da yox idi. Mən açıq deyirəm sizə. Bircə dəfə, özür istəyəm, Gədəbəli olasan kartoşkan qutara. Sovetskidə bir zad var idi, nədir, bazar vardı, oraya getdim. Getdim, orada 5 kilo kartoşka almalıyam. Kartoşka da maksimum 30 qəpikdir. Bizim altı yarım milli. Bunu aldım, sən demə, bu kartoşka satan bizim qonşu kənddəndir, məni tanıyıb. Çəkdi, irisini seçdi, qoydu belə. Bir yalnız o, nə qədər elədim, pul almadı. Həyatımda o kişi, onun mən evlatlarına da kömək elədim, çox ki, sonralar hada, bilirsən, heç yerdə də demədi. Bax, yeganə adamdır, yalnız mənə kömək eləyən o adam olur. 5-6 il bundan əvvəl demişdiniz ki, Tibb Universitetinin diplomunu Biləcərdən o yana heç kim tanımır. İndi orada vəziyyət necədir? Tibb Universiteti demək olar ki, çox gözəl inkişaf edib. Mən buradan deyirəm, inanın ki, əvvəllər Tibb Universitetində, köhnədə bütün universitetlər belə idi, alver idi də, açıq deyirəm. Alver gedirdi, əməlli başdı. Müəllim tələbədən pul alırdı. O çirkab işdə mən 1 manat rüşvət almamış yaşamışam. Və bu günləri mən and içərəm, bir müəllim, bir tələbədən 1 manat ala bilməz. Əhsən, nə gözəl. Çox gözəl, inanırsınız nə? Mən buradan həqiqəti söyləyirəm. Mən yalan danışan adam deyiləm. İstəyirsinizsə, Tibb Universitetində oxuyan qohumlarınız varsa deyin və çıxın, deyin ki, Rəşid müəllim, sən yalan deyirsən. Bizcə keyfiyyətə fikir verilsə, bizim universitetimiz baş universitetlərdən biri olacaq. Mən əminəm buna. Keyfiyyət dedikdə nəyi düşünürsünüz? Müəllimlərin savadlı olması. Hə. Bax, Yaxşı müəllim qrupu mən kitab yazmışam. O kitabda yazmışam, Azərbaycan Tibb Universitetində yüksək keyfiyyətli həkim kadrların hazırlanması üçün 5 şərt ödənilməlidir. Ən birincisi nədir? Tələbələri alışdırmaq lazımdır, sevdirmək lazım elmə. Motivasiya yaratmaq. Məsəl üçün, mən nətərdir? Bax, EÇS var, eritrositlərin çöymə surəti. Köhnə roya deyirlər, reaksiyası edən eritrositdir. Onun 4-dən 12-yə qədərdir. 4-dən aşağısa da xəstədir, 12-dən yuxarısa da xəstədir. 4-dən aşağısa deyirəm, ay tələbə, bu vegetativ sinir sisteminin nevrozudur. Niyə? Simpatik sinir qıcıqlandıqda zülalların miqdarı azalır qanda. O zülalın əmələ gəlməsini ləngidir. Zülal yapışdırır eritrosit, tez çöydürür. 4-dən aşağı EÇS varsa bu çox əsəbi adamdır. Bunu mütləq nevropatoloqa göndər. Bircə analizlə. Qanım verir. Əgər 4-dən çoxsa, görün nədir? Bunda diri mikrob var, burada iltihab var, hansı orqanındasa və ya infeksiyon xəstəlikdir, virusdan başqa. İmmun cisimcikdə zülaldır. Zülal çoxaldığı üçün zülal da bir-birinə yapışdırır, eritrosit tez çöydürür. Ondan başqa hamilə qadında çox olur. Nəyə görə? Hamilə qadın həm özü üçün, həm oyununda olan uşaq üçün zülal sintez edir. 2 dəfə artıq albumin, globulin, fibrinogen əmələ gətirir. Ananın zülalından əmələ gəlir o uşaq. Bozluqdan əmələ gəlmir o. Hər bir şey o zülaldan əmələ gəlir. Əgər EÇS çoxdursa, xəstə deməyin, bunda xərçəng xəstəliyi var. 6 xəstəliyə diaqnoz qoysan, sən 6 xəstəliyi yönəldə bilirsən bircə analizlə. İkinci nə olmalıdır? Avropa və Amerika səviyyəli laboratoriyalar olmalıdır. Üçüncüsü, Amerikalı və Avropalı səviyyəli nələr olmalıdır? Avadanlıqlar olmalıdır. Bizimki yoxlaya bilərsən. Məsəl üçün, bizdə hələlik yodu təyin edən bir cihaz yoxdur. Yodu təyin edə bilmirlər. Bizdə yalnız hələlik sidikdə yodu təyin edə bilirlər.
O gelip buraya çıkmıyor. Biraz baha başa gelir ona göre. Bundan başka ne lazımdı? Çok güzel bir kitaba ihtiyaç var. Ve güzel kitap yazılsın ki bu kitaptan da tələbələr istifadə eləsin. Bax, bu 5 ünsür bir yerdə olmalıdır ki, bu ünsürlərin hamısı yüksək keyfiyyətli tələbələr hazırlasın.